700 mindən çox vətəndaşın maaşı artacaq. Qanunvericiliyə edilən dəyişikliyə əsasən ölkədə minimum əmək haqqı ildə bir dəfə artırılacaq. Millət vəkili Vüqar Bayramov bildirib ki, bu minimum əmək haqqında artımların dövrülüyünü təmin etmək baxımından vacibdir. Minimum əmək haqqının hər il artırılması xüsusən az maaş alan vətəndaşların əmək haqqlarına təsir göstərəcək. Çünki nəticə etibarilə vətəndaşlarımızın bir qismi minimum əmək haqqı alır və minimum əmək haqqı aldığı üçün onların əmək haqqları hər il artacaq. Nəticədə onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Digər tərəfdən minimum əmək haqqının artırılması xüsusən də vahid tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın əmək haqqlarına və vəzifə maaşlarına təsir göstərəcək. Çünki minimum əmək haqqının artırılması ilə bağlı Cənab Prezident tərəfindən sərəncam imzalandıqdan sonra Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşlarımızın vəzifə maaşlarının artırılması həyata keçirilir. Dəyişiklik eyni zamanda minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı fərqin azalmasına səbəb olacaq. Bu demək ki, yeni dəyişikliklər 700 mindən artıq vətəndaşımızın əmək haqqlarının hər il artırılmasına imkan yaradacaq. Bu da təbii ki, xüsusən həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Praktik olaraq beynəlxalq praktikaya uyğun həyata keçiriləcək bu addım Azərbaycanda daha az əmək haqqı alan və daha çox sosial təminata və qayğıya ehtiyac olan vətəndaşlarımızın maaşlarında mütəmadi artıma gətirib çıxaracaq. Bu artıq minimum əmək haqqının artırılmasının dövrlüyünün qanunla təsdiq olunması anlamına gəlir və qanunvericiliyə bu maddənin gətirilməsi praktik olaraq imkan verəcək ki, minimum əmək haqqının artırılmasında dövrlülük hər il baş versin, təsbit olunsun. Minimum əmək haqqı məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması məsələsi parlamentdə birinci oxunuşda qəbul edilib. Şəhla Poladova, Üzeyir Ağayev, Xəzər xəbər.